Çox sağ olun cənab sədr, hörmətli millət vəkilləri. Mən qısaca olaraq bir məsələ ilə bağlı əvvəlcə istəyirəm fikrimi bildirim. Keçmiş Daxili İşlər Naziri İskəndər Həmidov mənə teleqramla müraciət edib, onun binasında təmir işləri gedir. Amma çox qeyri-peşəkarcasına aparıldığını qeyd edir və deyir ki, həmin binada balkonlara çıxış və s. hamısı tamamilə fərqli istiqamətdə aparılır bu tikinti işləri və kömək istəyir ki, bu tikinti işlərindən onların orada yaşayan sakinlərin hüquqları pozulmasın. Çox istərdim ki, bu sahədə məclis rəhbərliyi yardım göstərsin. Mən ikinci məsələ ilə bağlı çox Azərbaycan cəmiyyətini narahat eləyən və bugün qəzet səhifələrində kifayət qədər geniş işıqlandırılan bir il bundan əvvəl baş vermiş terrorla bağlı məsələyə istəyərdim məclisin diqqətini cəlb edeyim. Dövlət Neft Akademiyasında baş verən 30 aprel terroru ilə bağlı bugün məhkəmə prosesi gedir. Amma məhkəmə prosesində çox qəribə nüanslar ortalığa çıxır. Əvvəla onu qeyd edeyim ki, məhkəmə zamanı həbs olunanların heç biri bu məsələdə günahkar olmadıqlarını bəyan edirlər. Mən əvvəlcə çox istərdim ki, bu bizim başımıza gələn bir faciədir. Bu insanlarımızın qətlə yetirilməsində profesional yanaşma olsun və həbs olunan insanların üzərinə nə isə qoyulmasın, əksinə gerçək mənzərə açılsın. Amma gerçək mənzərənin açılması əvəzinə tutaq ki, bir nəfəri günahlandırırlar, amma günahlandırılan bu, təbii ki, mən bunun erməni terroru olduğuna əminəm və bu erməninin də cinayət məsuliyyətinə cəlb olunmasının tərəfdarıyam. Və çox istərdim ki, hüquq mühafizə orqanları bununla məşğul olsun. Amma erməni haqqında cinayət işi var, erməninin adı sifarişçi kimi gedir, erməni Gürcüstanın ərazisində sərbəst şəkildə gəzir, heç bir problemi yoxdur, hətta jurnalistlərə müsahibə verir, bununla bağlı məni deyir, gəlib ötəri şəkildə dindirdilər, amma başqa heç bir şey demədilər. Nə bunun haqqında axtarış var, nə bunun haqqında hər hansı bir orqanlara, Interpol vasitəsilə bir məlumat verilib və s. və s. Həmin adam çox sakitcə öz kəndində, elində, obasında yaşayır. Əvəzində nə baş verir? Burada 6-7 Azərbaycanlını, hansı ki, dolayısı yolla öz kəndçisi ilə bu və ya digər şəkildə əlaqə saxlayıb, bu adamların hamısı doldurulub içəri. Nə Fərda, bilmirəm o soyadı nə idi, onunla nə münasibətləri olub, nə bir şey, günahkar olmayıblar, bu terrorda iştirak etməyiblər. Terrorun gerçək səbəbkarları bugün əlini, qolunu sallayıb həmin yaşadıkları ərazidə gəzirlər. Bu adamları cinayət məsuliyyətinə cəlb eləmək lazımdır və dövlət bütün gücündən istifadə edərək onun ərazisində terror törətmiş bu adamların bura gətirilməsinə çalışmalıdır. Yoxsa əslən eyni yerdən olan, eyni kənddən olan 500 adamı, yetimi, yazığı döyüb zorla üzərinə cinayət işi qoymaq və məhkəmədə də bunların